Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində silahlı insident baş verib. Hadisə Hanuka bayramı münasibəti ilə keçirilən tədbirdə qeydə alınıb. Atışma zamanı 10 nəfər həlak olub. Onların arasında uşaqlar və hüquq mühafizə orqanlarının əməkdaşı da var. Daha 7 nəfərin isə yaralandığı bildirilib. Polis əməkdaşları silahlı şəxslərin tutulması üçün çimərlik ərazisində xüsusi əməliyyat keçirib. Qeyd olunub ki, silahlılardan biri zərərsizləşdirilib, digəri isə tibbi yardım alır. Polisin fikrincə cinayətkarlar bu hadisəni bir neçə ay ərzində planlaşdırıblar. Ateş açanlardan birini dinc sakin zərərsizləşdirib. Bundan bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda orta yaşlı bir kişinin cinayətkara xəlvətcə yaxınlaşaraq onun ateş açdığı tüfəngi əlindən aldığı görünür.